Salam müəllimə, hər Salam vaxtınız müəllim. xeyir. Salam. Demək bizim dərsimiz sinifin idarə edilməsidir, düzdürmü? Bəli, müəllimə. Müəllimə, mən bugün dinləyici olaraq qoşulacağam. Çünki bir dəfə qulaq asmışam izahınıza. Yəni tam özümə yarımçıq cavab vermək istəmirəm. Qrupa Aha. yazmışdım sizə. Gördüm. Elə link atanda Aha. gördüm. Aha, oldu. Amma Yəni. qulaq asıram da, dərsdəyim, qulaq asıram. Aha. Tamam. Oldu, sağ. Siz sağ olun, dinləyin müəllimə. Başlayaq müəllimlər, sinifin idarə edilməsi, mexanizm və strategiyaları, həmçinin də ümumi bir sual cavabımız olacaq. Bu dərs elə bir çətin dərs deyil. Rahat mövzudur, yadda qalan mövzudur. Başlayaq kimlə? Başlayaq Elnur müəllimlə. Elnur müəllim. Səsim gəlir müəllimə? Hə, indi gəlir. Müəllim, biz sinifi effektiv idarə etmək üçün müxtəlif texnikalardan, strategiyalardan istifadə edirik. Hansı strategiyadan istifadə edirik? Elnur müəllim, çıxdınız dərsdən? Buradasınız müəllim? Yəqin müəllimin interneti zəifdir. Elsəvər müəllim. Oldu. Dəyərli müəllimlər, dərsimizin bu hissəsində qısa bir elanı nəzərinizə çatdırım ki, bizim may sürət qrupumuz açılacaq. Mayın ayının 10-da, həftənin 5 günü canlı dərsimiz olacaq. Bu cür müzakirəli dərs işləyənlər mütləq şəkildə sürət qrupumuza qoşula bilərlər. Həftədə 5 dəfə canlı dərs, bütün mövzuların sadə dildə video izahı, mövzu sınaqları, qarışıq müstəvisə tipli sınaqlar, həmçinin bizim dərsə qoşulmaqla nə əldə edəcəksiniz? Son 4-5 ilin MİQ və sertifikasiya imtahana düşmüş bütün suallar sınaq şəklində müəllimlərə işlədiləcək. Özümün tərtib elədiyim yüzlərlə sınaq sualları var ki, bunlar da imtahan çərçivə sənədinə uyğun olaraq həyata keçirilir. Bunların hər biri müəllimlər üçün işlədiləcək. May sürət qrupumuz may ayının 10-u başlayacaq. Burada səsim gəlir. Yolda olan müəllim kim idi? Ramal yazılan. Yox, Elnur müəllim, səsiniz gəlmədi. Mənim səsim gəlir müəllim? Elsəvər müəllim, bəli, sizin səsiniz gəlir. Hə, Sevinç müəllim qeyd elədim. Hə, gəlir Elsəvər müəllim. Başlayaq sizlə. Sinifin effektiv idarə edilməsi üçün hansı strategiyadan istifadə olunur? Hə, demək müəllim, gözləntidir, qayda və prosedurlardan istifadə olunur. Gözləntidir, qayda və prosedurlar bunlardan istifadə olunur, düzdürmü? Bəli. Gözlənti nədir? Gözlənti ümumiyyətcə müəllim, o şagirdin davranışı haqqındadır, o dərsin əvvəlində verilir. Aha. Müsbət nəticə, həm müəllim, həm də şagird üçün müsbət bir yaxşı bir şeydir, xeyirdir. Aha, yaxşı bir şeydir, yaxşı olmağına yaxşıdır. İndi bu dərsin əvvəli olur, ortası olur, sonu olur, nə vaxt? Əvvəli müəllim, ilk günü, dərsinin ilk günü. Dərsinin ilk günü. Bəli, dərsinin ilk günü biz gözləntilərimizi şagirdə deyirik. Və bu həm müəllim üçün, həm şagird üçün siz demiş yaxşı bir şeydir, yəni faydalıdır. Çünki bu cür gözləntiləri biz qeyd edəndə şagirdlər müəllimlərin onlardan hansı davranışa, bəli, dözümlülük göstərib, hansına göstərməyəcəklərini əvvəlcədən bilirsən. Və biz gözlənti olaraq misal üçün gözləntiyə dair hansı nümunəni deyə bilərsən? Hə, o demək hamıya hörmətlə yanaşmaq, məsəl üçün burada nəzakətli olmaq, sakit davranmaq, daha sonra növbəsini gözləmək var idi orada səhv olmasa. Məsuliyyətli olmaq müəllimə elə ki bir işi görən zaman məsuliyyətli olmaq, tələsməmək. Məsəl üçün bir dərsə vaxtında gəlməyə sonra özünlə əşyalarını gətirməkdən yaddan çıxartmaq, bir də təhlükəsizliyə riayət etmək burada. Baxın, doğru deyirsiniz. Ümumiyyətlə gözləntilər hamıya hörmətlə yanaşın, məsuliyyətli olun, təhlükəsizliyə riayət edin gözləntilər olur. Bəli. Və bunu biz əzbərləməyək. Biz bunu çalışaq müəllim başa düşək. Baxın, məsuliyyətli olun. Baxırıq dərs ili başlayıb əvvəli, sentyabrın 15-i. Hamı təzə paltarını alıb həvəslə gəlib uşaq. Dəftər təzə, qələm təzə, yəni bir həftə bir bu həvəslə gələcək. Və biz də gözləntilərimizi qoyuruq ki, ay uşaq, baxın, dərsə vaxtında gəlin. Məsuliyyətli uşaq dərsə vaxtında gəlməlidir da. Yəni burada əzbərləməsi bir şey yoxdur ki, görəsən məsuliyyətli olun gözləntisində nə var ki? Yəni burada qeyri-adi bir şey yoxdur. Dərsə vaxtında gəlin. Məsuliyyətlə yanaşın da.
Bəli, sinifə girərkən bütün materialın yerində olmasından əmin olun. Baxırsan ki, uşaq bir gün kitabını gətirməyib, bu gün dəftərini gətirməyib, o birisi gün gündəliyini gətirməyib. Axırda nə deyirsən ki, ay bala, biraz məsuliyyətli ol da. Dərsə gələrkən bir çantana bax da, nə var, nə yox. Yəni bax bu məsuliyyətli olun gözləmisidir ki, biz bunu dərsinin ilk günü elan edirik. Və yaxud verilən bütün tapşırığı vaxtında yerinə yetirin. Yəni sən məsuliyyətli olsun, bir gör nə vermişəm evə. Yəni bax bu olur nə? Məsuliyyətli olun gözləmisi. Müəllim, bəs müəllimin reaktiv və proaktiv yanaşması nədir? Hə, reaktiv müəllim elə ki, mənfi yanaşmadır. Burada məsəl üçün ümumiyyətcə müəllim dərs prosesində müəllim özünə plan, o proaktivdir, effektiv yanaşmadır müəllim. Özündə plan gəzdir müəllim. Məsəl üçün sinifi nəzərə almalıdır. Hər an hər bir şey ola bilər. Məsəl üçün konflikt yarana bilər. Bunun üçün də özündə B planı deyilən bir şey olmalıdır. Reaktivdir, amma heç bir şey yoxdur əlində. Yəni reaktiv yanaşma ilə proaktiv yanaşma dedim ki, pronu yaxşı kimi yadınızda saxlayın da. Effektiv, müsbət yanaşmadır. Ay, sağ ol. Pro-maksına yadınızda saxlaya bilərsiniz. Proaktiv yanaşmada müəllimin əlində bir B planı olur. Müəllim hər hansı bir problemlə rastlaşanda hazır olur. Daha doğrusu konfliktlərin həllində. Yəni bu zaman bir konfliktlə rastlaşa bilərsən. Bir dənə də bu sual verim, sonra izaha keçim. Konflikt qayda və prosedurun olduğu sinifdə olurmu, olmurmu? Olur, niyə olmur müəllim? Sağ ol. Qayda və prosedurun olduğu sinifdə də konflikt olur. Yəni ola bilər ki, bu uşaqlar bütün qayda qanuna əməl etsinlər, amma bunların təlim nailiyyətinə görə bir-biri ilə yəni konflikt yaşaya bilərlər. Yəni nə bilim oxumaq üstə bir-biri ilə konflikt yaşaya bilərlər və bu zamanda rəqabətə girə bilərlər və bu zamanda reaktiv və proaktiv yanaşma. Reaktiv yanaşmada dedim ki, müəllim raket kimi açılır. Yəni burada müəllimin baş verənlərlə bağlı heç bir planı yoxdur. Müəllim qışqırır, uşağa hədə-qorxu gəlir, uşağa cəza ilə qorxudur. Yəni bu olur reaktiv yanaşma. Amma effektiv təlim mühitində səriştəli müəllimin proaktiv hazır olur, deyiləm ki, əvvəlcədən hazır olur hər şeyə. Bəli, əvvəlcədən hazır olur hər şeyə və problemin baş verməsinin qarşısını necə almaq olduğunu bilir. İndi qabaqcadan tədbir deyəndə bir qayda prosedurun hazırlanmasıdır. Sonra necə yəni mən qabaqcadan reaktiv, proaktiv müəllim hansı strategiyadan istifadə edir? Hansı qabaqlayıcı tədbir görür? Sinif iclaslar keçirmək müəllim o. Yox, o da var, hə. Sonra bir də ortaq dəyər var, fərdi ortaq dəyər, onlar deyir. Bir də müəllim strategiyalar var. Sinif konfliktlərinin, ümumiyyətlə konfliktlərin həllindən danışırsınız. Amma buzqıran müəllim? Yox, buzqıran da demir. Demək, proaktiv müəllimin qabaqlayıcı tədbiri, yəni proaktiv yanaşması nə olur? Proaktiv müəllimdə qayda və prosedurlar hazırlanır, effektiv münasibət qurur. Bəli. Proaktivlikdə. Amma reaktiv yanaşmada ancaq intizamın planını tətbiq edir. Başqa bir şey yox. Amma bu qayda prosedurda effektiv münasibət də qurmalıdır ki, hər hansı bir konflikt yaranmasın. Yaranmaz. Aha. Üçüncü nə etməlim o? Necə? Elə bunlar soruşurdunuz siz proaktivlə reaktivi. Başqa bir şey dediniz amma. Dedim ki, bəli, proaktiv, reaktiv kitabda var. Mənim sizə sualım o idi ki, reaktiv, proaktiv müəllim hansı qabaqlayıcı tədbirləri görür? Sualım bu. Bundan əvvəl hətta o müzakirə iclaslar onlar deyil o tədbir, öncədən tədbirlər. O da tədbirdir. O sinif daxili konfliktlərin həll edilməsi üçündür. Siz saydıqlarınız. Konfliktin həll edilməsi üçündür ki, sinif iclasları, yazılı şəkildə ortaq dəyərlərin olması, xüsusi müəllim strategiyası, bunları demirdiniz. Bəli. Bunlar da təbii ki, daxildir proaktiv yanaşmaya. Bunlar da daxildir. Elçəmir müəllim. Bəli. Hansı iş üsuludur ki, bu iş üsulu dünyada Kipling metodu kimi tanınır? Azərbaycanda isə biz buna nə deyirik? Hə, o demək müəllim Kipling, demək o da müsbət, mənfi o idi, səhv eləmirəmsə. Daha dəqiq desəz. O demək Azərbaycanda ona nə deyirdik? Azərbaycanda onun çox qəşəng adı var. Bu demək müəllim o əsasən ədəbiyyatda idi, səhv eləmirəmsə, bədi ədəbiyyatlarda idi, yoxsa harda idisə,
Elə ki, müsbət qoyurdum, bilirəm, mənfi, sual işarəsi, belə bir şeylər Yox, olmalı. 4 siz dənə. insert deyirsiniz. Hə, onu deyirdim mən. Yox, hə. Kipling metodu kim deyər? Yazın görün müəllimlər. Ayda Kipling. Dilinin ucundadır. Testdə görsən taparsan. Yox, ümumiyyətcə Möhtəzədə Kipling yazılmışdı. O Hə, yadıma gəlir o. yox, mötərizədə ad yazılıb, nöqtə qoyulub, Kipling yazılıb. Kipling mötərizədə deyil. Yazın Müəllim, görün. o şey proqnozlaşma deyildi ki. Yox. Yazın. Gözləyirəm. Fryer. Ayda, o özdə ən birinci dərsdə idi, səhv eləmirəmsə o. Qrupda Birinci izahda atmışdınız. bəli, Sevinç müəllim düzdür. 4. Müəllimlə gec yazdınız. Elə bildim ki, heç kim bilmir. Bəli, Aytan müəllim doğrudur. Söhbət gedir 4M1KH üsulundan. Elsəvər müəllim. Necə nə vaxt mən. Onunla belə Hə. çətin eləmiş üsulları. İş üsulları da çətindir ki, mən hər dəfə iş üsulundan sual verirəm. Hər dəfə iş üsulundan sual verirəm ki, bu yadınızda qalsın. Hansı iş üsuludur ki, şagirdlərin mövzu barəsində anlama bacarığını, maraqlarını ölçməyə imkan verir? Bu həmçinin refleksiya üsuludur. Beyin həmləsi müəllim. Yox. Şagirdlərin hansı- mövzu barəsində anlama bacarığını. Refleksiya zamanı istifadə edirik. Mövzunu anlayır. O Yaxşı, biraz açar söz verim. Deyirəm ki, bu iş üsulu zamanı öyrəndiyin 3 məlumatı yaz. Hə, 3 2 1. Bəli, 3 2 1. Bəs ona görə deyir ki, mən həmişə deyirəm ki, iş üsulunu əzbərləməyin, gedişatını əzbərləyin. Deyir ki, şagirdlərin mövzu barəsində anlama bacarığını, öyrəndiyin 3 məlumatı bildiyin. Görüm anlamısan, 3 dənə nəyisə anlamısan da bu dərs müddəti. Ona görə deyir ki, anlama bacarığı. Sizə maraqlı gələn 2 məqamı yazın və hələ də sizi maraqlandıran bir sual yazın. Sual verməsən. Oldu, Elsəvər müəllim. Biraz da diqqətli olaq. Sağ olun. Siz sağ olun. Tünzalə müəllimə. Bəli, axşamınız xeyir. Axşamınız xeyir olsun. Öyrənmisinizmi dərsi? Oxumuşam. Oxumaq başqa, öyrənmək başqa. Görək necə oxumusunuz. Tünzalə müəllimə, dedik ki, biz gözləntini dərsin əvvəlinə şagirdə dedim getdi. Bildirirəm də, yəni bunu hamı bildirir. Deyirsən ki, məsuliyyətli olun, hamıya hörmətlə yanaşın, təhlükəsizliyə riayət edin. Bu gözləntini qoydum getdi. Gözlənti ilə yanaşı sinifdə qayda və prosedur olur. Bəs qayda nədir? Qayda artıq gözləntilərin daha sərt formasıdır. Aha. Yəni bu zaman nə olur? Davranış pozuntusu olmasın deyə müəllim gözləntiləri bir qədər sərt formada ifadə edir də. Yəni qayda gözləntinin sərt formasıdır və qayda ən axır məqamda tətbiq olunur. Bəli. Biz qaydaları tətbiq edərkən deyirik ki, bunun sərt formasıdır. Burada şagirdə cəza verilir. Cəza olaraq nə verilir ki? Döyməliyik uşağı. Xeyr, məsəl üçün sərt baxış ola bilər Bəli. və ya əksinə mükafatlandırma ola bilər. Sərt baxış ola bilər. Sonra şagirdin adının çəkilməsi ola bilər ki, bu kimi biz cəzalardan istifadə edə bilirik. Bəs qaydalara əməl edildikdə həmin sinifdə nə olur? Yəni bax bu qaydanın tətbiq olunduğu sinifdə nə olur? Yəqin ki, daha nizam-intizam olur da. Bəli, nizam intizamlı olur. Dərs axıcı keçir, dərs pozuntusu az olur. Bəs bu qaydaları kim tərtib olunur? Kim tərəfindən tərtib olunur? Qarşılıqlı şəkildə müəllim şagirdlərlə birlikdə. Aha. Deməli, müəllimlə şagird bir yerdə qaydanı tərtib etməlidir və daha çox çalışmalıdır ki, şagirdlərin fikrinə önəm versin. Çünki şagirdlər özləri tərtib elədiyi qaydaları pozmazlar. Və qaydanı tətbiq edərkən müəllim özü də bu qaydalara əməl etməlidir, yoxsa o şagird üçündür? Əlbəttə nümunə olmalıdır.
öz hərəkəti ilə qayda pozuntusuna yol verməməlidir ki, şagirdlər də görsünlər. Bəli. Müəllim özü də bu qaydalara əməl etməlidir ki, şagirdlər də yəni buna baxıb bu davranışı sərgiləsinlər. Qaydaların sayı nə qədər olmalıdır? 3-5 arası təqribən. Bəli. Çox olsa nə olar ki? O yəqin ki, uşaqları daha çox çərçivəyə salar, sıxar da. Bəli, çərçivə salınlar. Bunları yadda saxlamaq çətin olar. Qaydalar hansı sinif müəllimləri, yəni hansı fənn müəllimi tərəfindən tərtib olunsa daha yaxşıdır? Sinif rəhbəri tərəfindən daha məsləhətdir ki, tərtib olunsun. Bəli, daha məqsədəli. Müəllimləri həftədə 1-2 dəfə dərsə daxil olur, sinif rəhbəri uşaqları daha yaxşı tanıyır. Aha. Həmçinin də axı fənn müəllimləri çoxdur. Yəni bir sinifə 7 fənn müəllimi, 8 fənn müəllimi dərs keçirsə, hər müəllim də 200 qayda qoysa, yəni bu uşaqları çox çərçivəyə salacaq. Uşaqlar bunları əməl edib əzbərləməkdə çətinlik çəkəcək. Yaxşı olar ki, qaydalar sinif rəhbəri tərəfindən tərtib olunsun. Müəllim, deyirəm ki, sinifdə və dəhlizdə yeriyin. Əl və ayaq hərəkətlərinizə nəzarət edin. Bu nədir? Bu qaydadır. Qaydadır. Yox, bu qayda deyil. Bu gözləntidir, gözlənti. Bəli, gözləntidir. Hansı gözləntiyə aiddir? Hansı gözləntiyə aiddir Tünzalə müəllimə? Məsuliyyətli olun. Bəli, məsuliyyətli olun gözləntisinə aiddir. Müəllimə, bu hansı iş üsuludur ki, söz analizi aparmaq, söz ehtiyatı yaratmaq üçün istifadə olunur? Sanki demişdim ki, sözün başına fırlanırsan. Frayer modeli. Bəli, Frayer modelində hər hansı bir konsepsiyanın tərifini verirsən, vacib xüsusiyyətlərini sayırsan, nümunə gətirirsən, qeyri-nümunə gətirirsən, sanki hər hansı bir sözün başına fırlanırsan, bu olur Frayer modeli. Müəllimə, hansı iş üsuludur ki, bu iş üsulunda induktiv məntiq hakim olur? Anlayışların çıxarılması. Bəli, anlayışın çıxarılması. Fasilitator kimdir? İstiqamət, yol göstərən. Müəllim fasilitatordur. Prosesi idarə edən deyə bilərikmi? Bəli. Aha. Fasilitator müəllim şagirdlərə informasiyanı necə təqdim edir? Hazır verməməlidir də informasiyanı. Bəli, hazır şəkildə verməməlidir. Şagird özü axtarıb, özü araşdırıb tapmalıdır. Müəlliməm, deyirəm şəxsi jurnal, müzakirə, müsahibə, sorğu, cümlə kökləri bu nəyə aiddir? Nə üsuludur bu? Nə üsuludur bu Aytən müəllimə? Təlim strategiyaları. Necə Aytən müəllim? Refleksiyada müəllimə. Bəli, bu saydıqlarım Tünzalə müəllimə. Refleksiya üsuludur. Strategiyasıdır refleksiya üçün. Oldu Tünzalə müəllimə, biraz da diqqətli olaq. Biraz da diqqətli olaq. Gülnar müəllim, Baharın Gülnarı. Bəli, müəllim, axşamınız xeyir. Axşamınız xeyir olsun. Oxumusunuz? Bəli, oxumuşam. Aha, lap yaxşı. Müəllimə, deyirəm ki, dərsə vaxtında gəlin. Bu nədir? Bu məsuliyyətli olun gözləntisi. Nəzakətli sözlərdən istifadə edin. Bu hörmət, hamıya hörmət. Hörmətlə yanaşın buradakı gözlənti. Aha, tamam. Müəllimə, qaydalar zamanı biz qayda tərtib edərkən cümlənin quruluşuna necə fikir verməliyik? Bəli, burada daha çox müsbət, yəni olmaz kimi ifadələr işlətməməliyik də. Yəni onu əmr şəklində deməliyik, təsdiq formasında daha çox deməliyik.
Yəni ki, biz neqativ sözlərdən istifadə Neqativ etməliyik. sözlərdən istifadə etməməliyik. Bəli, biz niyə birinci Müsbət sti şəkildə deyək ki, olmaz, Hə. yox, bu kimi sözlərdən istifadə edək ki, yəni qaçmaq olmaz əvəzinə, yəni demək olar ki, yavaş cəmiyyətdə bu- gəzin, bəli, asta yeriyin. gəzin. Yəni bu ikisi də eyni anlama gəlir. Sadəcə olaraq biz Bəli. xoşlayırıq ki, neqativdən başlayaq. Neqativ söz deyək. Müəllim, bəs sinif qaydalarını yadda saxlamaq üçün şagirdlər nə etməlidir? Sinif qaydalarını yadda saxlamaq üçün deməli öyrət, məşq et və möhkəmləndir. Bu 3 addım yerinə yetirilərsə, şagird artıq bunu yəni möhkəmlənər də onda. Bu onda artıq vərdiş halına keçər. Yəni müəllim hər hansı bir prosedur qoyubsa, tutaq ki, dərsdə Sağ olun, bax özünüz gəldiniz. Prosedur qoyubsa, öyrət, məşq et. öyrət, məşq et, Nədən möhkəmləndir. danışırıq? Prosedurdan. Yox, mənim sualım nə idi? Nə dediniz müəllimə siz? Bəli. Qayda dediniz. Hı hı. Hə, ay müəllimə, çaşdım. Qaydaları necə dediniz müəllimə? Sinif qaydalarını yadda saxlamaq üçün nə etməliyik? Sinif qaydalarını yadda Hı hı. saxlamaq üçün. Sinifin yaxşı görünən bir yerindən asmalıyıq. Hə, asmalıyıq. Müəllim şagirdlərə qaydanı xatırlatmaq istəyəndə sadəcə olaraq asılmış Qaydanı göstərməlidir. posterə, nə bilim o cədvələ işarə edər, o da buna yəni kifayətdir. İndi gəldik prosedura. Bəs prosedur nədir? Prosedurda hər hansısa bir işin ardıcıllığı, yəni nəzərdə tutulur. Yəni burada bir ardıcıllıq var. Müəllim, yəni dərs yəni səmərəli müəllim bu prosedurları da təşkil etməlidir ki, dərs yəni nizam-intizamlı keçsin, hər hansı bir səs-küy yaranmasın. Məsələn, kimsə sinifə gecikibsə əgər, bu dərsə girən zaman otağın qapısını açıb müəllimdən icazə istəyir, müəllimlə arasında bir dialoq yaranır, digər şagirdlərin fikri yayınır, yenidən dərsə yəni cəlb olunma vaxt alır. Buna görə bunun üçün bir prosedur tərtib etməlidirlər ki, sinifə gecikdiyi zaman sakitcə sinifə daxil ol, yerinə keç və dərsə qoşul. Bu kimi prosedur tərtib olunduqda artıq vaxta da qənaət etmiş olurlar. Sonra hansı prosedurlar var? Biri dediniz dərsə gecikəndə. Bəli, dərsə sonra müəllimdən kömək istəyəndə yəni burada da yenə səs-küy yaranır. Sonra sinif müzakirəsi zamanı idi deyəsən biri də. Yəni bu müəllimə bir şey soruşa bilərəm. Yəni bunu yəni müəllim istədiyi şəkildə, yəni bu prosedurları özü eləyə bilər, yoxsa sırf bir qaydadır ki, yəni ancaq bunların prosedurları olmalıdır? Yox, qoya bilər. Yəni müəllim özü istəsə bunu əlavə bir prosedur da qoya bilər. Bəli, qoya bilər. Və prosedurlarımız dedi ki, dərsə gecikəndədir, diqqəti müəllimə yönəldəndədir, bəli, evə buraxanda, iş vərəqini ötürəndə, dəhlizdə hərəkət edəndə, tapşırığı tez bitirəndə, iş vərəqini ötürəndə, sonra bir də var idi təhlükəli hallar, zəlzələ yaxud yanğın olan zaman, sinifi tərk edəndə, sual verəndə. Bəli, bunlar hamısı prosedurlardır, doğru deyirsiniz. Gülnar müəllim, deyirəm ki, vizual alətlər, problemin təqdim edilməsi, maraqlı başlanğıc, provokativ xarakterli suallar, buz qıran strategiyası, bunlar nə üçündür? Əvvəlki dərslə əlaqə, əyani vasitələrdən istifadə. Ay hə. Nəyə aiddir bunlar? Cəlb olunma deyə bilərikmi? Cəlb olunma, bəli. Bəli, cəlb olunmaya aiddir, motivasiyaya aiddir ki, biz şagirdlərdə maraq oyatmalıyıq. Və dərsi elə təşkil etməliyik ki, şagirdlər dərsə cəlb olunsunlar. Müəllimə, biz gündəlik planlaşdırma zamanı, ümumiyyətlə planlaşdırma zamanı nəyə diqqət etməliyik? Ən zəif olduğum mövzu gündəlik təlim nəticələri. Aha, doğrudur, təlim nəticəsi. Bir də məzmun xətti. Yox, təlim nəticəsi qiymətləndirmə və öyrənmə fəaliyyəti. Hə.
İndi Ən zəif olan mövzudur. bunların hansından asılıdır? Yox, müəllimə, bunların heç birini, yəni mən sizə cavab verə bilməyəcəm. Cavab verə bilməyirsiniz, Aytən müəllim cavab verəcək. Çünki bunları belə başa düşmürəm deyə Aha. öyrənə bilmirəm. Qiymətləndirmədə təlim nəticəsindən asılıdır. Bəli, öyrənmə fəaliyyəti də, qiymətləndirmə də hər ikisi təlim nəticəsindən asılıdır. Bunu da bilmiş olaq. Gülnar müəllim, Bəli. deyirəm ki, kifayət qədər lüğət ehtiyatının olması. Bu hansı kompetensiyaya aiddir? Kifayət qədər, Savadlılıq. Ay, yox, dil bilmə. bəli, çox dil bilmək. Çox dil Mərcan bilmə. müəllim, sizdə kamera açıq qalıb, bağlayın zəhmət olmasa. Deməli, kifayət qədər lüğət ehtiyatının olması aiddir çox dil bilməyə. Zəngin lüğət ehtiyatının olması aiddir savadlılıq kompetensiyasına. Oldu Gülnar müəllimə, biraz da diqqətli olaq. Oldu müəllimə. Murad müəllim, sağ olun. Salam müəllim. Salam, axşamınız xeyir. Vaxtınız xeyir olsun. Müəllim, prosedurları öyrədən zaman biz nə etməliyik? Şagirdlərə bu prosedurları olduğu kimi öyrətməliydik də. Yəni həmin prosedurlara əməl olunmasının nəyə görə vacib olduğunu, hansı problemlər yaradacağını izah etmək lazımdır. Aha, izah vermək lazım. Yəni bunun üçün biz 3 addımla yanaşmalıyıq da. Öyrət, məşq et, möhkəmləndir. Bəli, olar, bəli. Bəli. Öyrət, məşq et, möhkəmləndir. Ümumiyyətlə bu proseduru müəllim bir vərdiş halına gətirə bilərmi? Bəli. Neçə gündən sonra? Şagirdlər bu adətən 21 gündə belə deyək ki, 21 gün təkrar bu prosedur artıq vərdiş halına çevrilə bilər. Bəli, əgər biz prosedur qoyuruqsa, bunu bir gün eləyək, bir gün eləməyək yox da. Misal üçün, bizim prosedurumuz var ki, sinifin evə buraxılması. Yəni, hər bir müəllim hər gün bunu eləyir. Və bu evə getməzdən əvvəl biz şagirdlərə nə deyirik? Stolun səliqəlidirmi? Stolunun ətrafı təmizdirmi? Və yaxud da ev tapşırığımı götürmüşəmmi? İndi mən bunu bir həftə eləyim, bir ay eləməyim. Bu əlbəttə ki, alınmayacaq. Vacibdir ki, biz bunu davamlı şəkildə, düzdür, ilk başda başlayanda müəllimi yoracaq. Amma artıq bu müəyyən müddətdən sonra, 21 gündən sonra bu vərdiş halına alacaqdır. Müəllim, sinif daxili konfliktlərin həll edilməsi üçün nələr etməliyik? Bunun yenə 3 variantı var da. Burada sinif daxili konfliktləri həll etmək üçün sinif daxili iclaslar var idi. Sonra ortaq yaradılması idi. Bir də müəllimin özünün strategiyaları. Strategiya. Sinif iclasını necə keçiririk? Burada deməli sinif daxili bir iclas keçirilir. Bu mütəmadidə keçirilə bilər. Yaxud da hər hansısa bir ehtiyac yaranırsa, onda keçirilə bilər. Burada deməli bir müəllim tərəfindən bir konflikt təqdim olunur. 2 nəfər şagird bu konfliktin içərisində olur və əvvəlcə bu konflikt üçün nələr eləmək olar müzakirə olunur. Daha sonra həmin 2 şagird uzaqlaşaraq belə deyək, hansı yolla həll elədiklərini seçirlər və yenidən geri qayıdıb öz qərarlarını açıqlayıb yenə siniflə müzakirə edirlər. Bəli, ola bilər ki, elə sinifdə real olmuş hadisə haqqında da. Bu zaman diqqət yetirmək lazımdır. Kimsə yəni tənqid olunub utandırılmasın. Sinif iclaslarının keçirilməsi şagirddə hansısa bir bacarıq formalaşdırır? Bəli, burada o həm öz hərəkətlərinin başqalarına necə təsir etdiyini öyrənmiş olur, həm də başqalarının hərəkətinin ona necə təsir etdiyini bildirmiş olur. Öz fikirlərini konstruktiv formada ifadə etmək bacarığını onda formalaşdırır və belə də başqa vaxtda nə varsa problem yaşayarsa başqa şagirdlərlə, başqa şəxslərlə onu həll etmək bacarığını formalaşdırır. Aha, bəli. Yəni sinif iclasları şagirdlərdə sosial bacarıqları inkişaf elətdirir. Yadınıza saxlayın. Sosial bacarıqlar. Sosial bacarıqlar da kreativ düşüncə, digərlərlə problem həll etmə, siz düz dediniz. Onun davranışının digərlərinə necə təsiri, digərlərinin davranışının ona necə təsiri, digərlərini sorğu-sual edərkən hörmətlə etmək, digərlərinə hörmət etmək, bu kimi deməli sosial bacarıqlar formalaşdırır.
Bəs iclaslar yalnız müəllim tərəfindən mi həyata keçirilir? Xeyr, yəni başlayanda başlanğıcında sinifə öyrədilmək üçün müəllim də burada olur. Müəllimin rəhbərliyi ilə keçir, amma həm şagirdlərin yaşından, həm də yavaş-yavaş qazandıqları təcrübə əsasən bir müddət sonra artıq şagirdlər özləri də keçirə bilərlər. Bəli, fasilitatorluq artıq şagirdə keçir. Bəs sinif iclaslarının əsas prinsipi nədir? Burada 3 dənə əsas məsələ var da. Fəal dinləmə qorunmalıdır, təhlükəsiz mühit, daha doğrusu dürüstlük və mehribanlıq saxlanılmalıdır. Bir də qarşılıqlı hörmətə əsaslanmalıdır. Bəli, bir də qarşılıqlı hörmətə əsaslanır, doğru deyirsiniz. Murad müəllim, hansı iş üsuludur ki, bu iş üsulunda bir sual-cavaba əsaslanan strategiyadır. Burada məqsəd verilən suala cavab tapmaqdan ibarət deyil. Və ya müzakirə olunan problemin həll yolunu tapmaq deyil məqsəd. Əsas məqsədimiz odur ki, şagirdlər müzakirəyə cəlb olunsunlar. Bu üsul Sokrat dialoqunu xatırladır mənə. Bəli. Amma Bəli, düz deyirsiniz. Sokrat dialoqudur. Yadınızda saxlayın. Əsas məqsəd burada şagirdləri müzakirəyə cəlb etmək, təfəkkürünü gizləndirmək, dinləmə, sual vermə bacarığı formalaşdırmaqdır. Yoxsa müzakirə olunan problemin həll yolunu tapmaq deyil əsas məqsədimiz. Bəs hansı iş üsuludur ki, bu layihələrin hazırlanması zamanı istifadə olunur? müzakirə idi. Layihələrin hazırlanması zamanı. Layihələrin hazırlanması zamanı. Özüm dediyim, özüm. Vermişdiniz ya, buna bir ipucu da vermişdiniz ya layihələ bağlı. Özüm dediyim, özüm eşitdim. Buyurun Aytən müəllim. Qızıl dairədir müəllimim. Qızıldır. Aytən müəllimlə, Şəbnəm müəllimdən başqa deyəsən bunu heç kim yadında saxlaya bilmir. Qızıl dairə. Dedim ki, layihə. Mənim layihəm var, qızıl qiymətinə satıram. Beynimin məhsuludur. Layihə hazırlamışam, satıram. Bu cür yadınızda saxlaya bilərsiniz də. Qızıl dairə, buna həmçinin nə deyirik? 3N. 3N. Deyirəm ki, Murad müəllim, ümumi təhsil müəssisəsinin daxili intizam qaydalarına əməl etmək və əmək müqaviləsi ilə müəyyənləşdirilmiş əmək funksiyasını yerinə yetirmək. Kimin? Təhsil verənin vəzifəsidir. Təhsil verənin vəzifəsidir, doğru deyirsiniz. Bəs deyirəm ki, ümumi təhsil müəssisəsinin ictimai, sosial və mədəni həyatında iştirak etmək. Bu da şagirdin vəzifəsi. Vəzifəsi deyil. Hüququ, iştirak etmək hüququ idi. Bəli, şagirdin İctimai dərs prosesində iştirak etmək vəzifəsi idi, amma belə ictimai tədbirlərdə iştirak etmək hüququ idi. bəli, doğru deyirsiniz. Oldu müəllim, biraz da diqqətli olaq. Esmira müəllim, Axşamınız xeyir müəllimə. axşamınız xeyir olsun. Necəsiz? Necədir vəziyyət? Oxumusunuz? Oxumuşam. Aha. Deyirəm ki, müəllim, şəhadət barmağınızı qaldırın. Səbirlə müəllimin bizi görməyini gözləyirik. Səbirlə müəllimin bizə yaxınlaşmasını gözləyirik. Bu nədir? Qaydadır, prosedurdur, gözləntidir. Bu gözləntidir müəllimə. Aha, nə gözləntisidir? Hamıya hörmət. Xeyr müəllim, bu gözlənti deyil. Hı. Bu gözlənti deyildir. Nədir? Ay Esmira Qayda. müəllim. Xeyr, qayda da deyil. Görürsüz, mən müəyyən bir ardıcıllıq dedim. Müəllimdən kömək istəyəndə, Prosedur qaldı belə. bəli, müəllimdən kömək istəyəndə prosedurudur. Şəhadət barmağımızı qaldırırıq. Bəli. Başa düşdüm müəllimə. Aha, şəhadət barmağımızı qaldırırıq. Səbirlə müəllimin bizi görməyini gözləyirik və səbirlə müəllimin bizə yaxınlaşmasını gözləyirik. Esmira müəllimə, bəs deyirəm ki, sinif və dəhlizdə yeriyin. Əl və ayaq hərəkətlərinizə nəzarət edin. Bu gözləntidir. Hansı gözlənti? Məsuliyyət. Bəli, məsuliyyətli olun gözləntisinə aiddir. Müəllimə, dedik ki, sinif daxili konfliktləri həll yolları var da. Bu həll yolları hansılardır? İclasdan və sinif iclasından keçir. Sinif iclası, sonra Sinif iclası, qarşılıqlı hörmət, o deyirsiniz müəllimə. Ortaq dəyərlər, aha. bir də müəllimənin strategiyası. Bəli, xüsusi müəllim strategiyası. Esmira müəllimə, indi ortaq dəyərlərin yaradılması dedikdə nə nəzərdə tutulur? Misal üçün, hansı ortaq dəyərlər var?
Ümumiyyətlə o Ortaq dəyərlər iki dəyərlər cür olur da. Bir fərdlər üçün olur, bir də bütün sinif üçün olur. Düzdürmü? məsuliyyətin yaranmasıdır da bu məsuliyyətli olmaq, ortaq Sonra. dəyərlər. Məsələn, necə olursansa, məsələn, sinif yoldaşın da sənə qarşı elə olur. Aha, Doğru dildə desək. aha. Yəni biz başqalarına qarşı Qarşılıqlı məsuliyyət. Qarşılıqlı məsuliyyət. Yəni demək istəyirsiniz ki, bizim başqalarına qarşı davranışımız, başqalarımıza nə dediyimiz, onlara qarşı nə etdiyimiz, Bəli. etdiyimizin biz Müəllimə məsuliyyətini yazar, daşıyırıq. Müəllimlə şagird arasında da olur. Aha. Yəni biz müəllim və yoldaşlarımızla necə davranırıqsa, onlar da bizlə elə davranmalıdırlar. Sinif mühitimizin necə olmasında bizim də rolumuz var. Sinif otağının səliqəli olmasında, bir-birimizlə birlikdə Aynen. effektiv işləmək bizim də payımız var ki, bu bütün sinif üçün ortaq dəyərlərin yaradılmasıdır. Müəllimə, proaktiv yanaşma nədir? Proaktiv yanaşma müsbət yanaşmadır da. Yəni ki, redaktiv məsələn müəllimin əsəbləşməyi, qışqırıb bağırmağı olur o dildə desək, amma proaktiv yəni ki, müsbət yanaşır da hər şeyə. Bəli. Proaktiv yəni odur ki, müəllimin bir strategiyası olur ki, hər hansı bir problem. Buzqıran strategiyası da olur desəm proaktivdə müəllimə. İndi buzqıran strategiyasından da danışacağıq. Yaxşı, gəldik buzqıran strategiyasına. Buzqıran strategiyası nədir? Bu elə bil ki, sinifdə uşaqların, şagirdlərin bir-biri ilə söhbət eləməyi, mehribanlaşmağı, müəllimlə şagirdin arasında da olur. Yəni mehriban söhbət deyəndə burada nə nəzərdə tutulur? Daha da açsaq. Sual-cavab dərsə aiddir müəllimə. Yox, dərsə aid deyil müəllim. Müzakirələr eləməyi. Burada məqsəd şagirdlərin bir-birini tanımasıdır. Buzqıran strategiyası həm şagird, həm də müəllim-şagird münasibətini tənzimləmək üçün istifadə olunan effektiv bir strategiyadır. Bəli, Şəbnəm müəllim, sanki şagirdlərin arasında buzlar əriyir. Bir-birlərini tanıyırlar. Bir-birlərinin hobbilərindən, bir-birlərinin sevdiyi yeməkdən, idman növü, kitab, film və s. bunlar haqqında məlumatlı olurlar. Buzqıran strategiyasını nə vaxt tətbiq edirik? Dərs zamanı olar da müəllimə. Nə vaxt? Dərsdə nə vaxt? Akademik ilin əvvəlində tətbiq olunur. Amma adətən ehtiyac olanda müəyyən vaxtlarda da istifadə edə bilərik. Yaxşımı Esmira müəllimə? Bəli. Esmira müəllimə, bu hansı iş üsuludur ki, bu iş üsulunda şagirdlərin şəxsi konseptual anlayışını qurmağa, ideyalarını əsaslandırmağa kömək edir? Sizin açar sözünüz, ümumiyyətlə mən iş üsullarında demişəm ki, misal üçün bu iş üsulunda əsaslandırma, dinləmə mədəniyyəti, şifahi nitq bacarığı, ümumiləşdirmə, bu kimi bacarıqlar var. Təbii ki, bu kimi bacarıqlar bir çox iş üsulunda var və sizin açar sözünüz şagirdə şəxsi konseptual anlayışını qurmağa, ideyalarını əsaslandırmağa şərait yaradır. Sevinç müəllim yazmayın. Hansı iş üsuludur Esmira müəllim? Bu yazdı müəllimə. Bəli, Sevinç müəllim düz yazdınız. Bu müzakirə xəritəsi iş üsuluna aiddir. Yaxşımı? Müəllim, hansı iş mən yazın deyəndə yazın. Çünki elə olanda suala cavab verən müəllim orada görür də yazdığınızı və fikirləşə bilmir. Aha. Esmira müəllim, hansı iş formasıdır ki, sinifdə şagirdlərin sayı çox olduqda bu iş formasından istifadə bir qədər çətin olur? Çünki hər kəslə bir əlaqə qurmaq, əks əlaqə qurmaq, rəy bildirmək, nə bilim qiymətləndirmək. Bu hansı iş formasının çatışmayan cəhətidir? Yazın görək. Yazın müəllimlər. 8-10 nəfər olurdu. Yadıma düşür. Adı yadıma Fərdi iş forması.
Fərdi iş formasında Esma müəllimə. Sinifdə uşaq çox olarsa, müəllim bunun hər birinə tək-tək yanaşanda təbii ki, bu vaxt apara bilir. Vaxt aparır. Bu bunun çatışmayan cəhətlərindən biridir. Oldu Esma müəllimə, biraz da diqqətli olaq. Biraz da diqqətli olaq. Rəsul müəllim, Bəli, müəllim, axşamınız xeyir. axşamınız xeyir olsun. Oxumusunuz? Bəli, müəllim, baxmışam videoya. Aha. Müəllim, düzqıran strategiyası dedik nə vaxt tətbiq olunur? Şagirdlər arasında konflikt yarandıqda. Aha. Bəs nə vaxt dərsin hansı hissəsində? Dərsin əvvəlində olar da, yəqin ki. Akademik ilin əvvəlində olur, amma müxtəlif vaxtlarda da ehtiyac olduqda istifadə edə bilərik. Buzqıran strategiyasının üstünlükləri Bəli, hansılardır? Necə müəllimə? Buzqıran strategiyasının üstünlükləri hansılardır? Buzqıran strategiyasının üstünlükləri. Ümumiyyətlə, Şagirdlər öz aralarında, Hı -hı. məsəl üçün 2 nəfər şagirdin öz aralarında konflikti varsa, onlar öz aralarında mübahisə edib, nə deyim? Yox, buzqıran strategiyası ümumiyyətlə şagirdlərin bir-birini tanımasıdır Rəsul müəllim. Adından göründüyü kimi demişdim ki, Arasında elə bir buzlar əriyir. bəli, bir-birini tanıyırlar, bunlar arasında buzlar əriyir. Və buzqıran Bir də strategiyası mənim fikrimi ifadə edə bilməm. Bəli, fikrinizi ifadə edə bilmədiniz. Yəni şagirdlər əlbəttə ki, bir-birini yaxşı tanıyırlar, bir-biri ilə tanış olurlar, bir-birinə inam yaranır. Təhlükəsiz öyrənmə mühiti olur, səmərəli öyrənmə mühiti olur, gərginlik aradan götürülür, utancaqlıq aradan götürülür. Yəni bunun faydasıdır. Biz buzqıran strategiyasını canlı dərsdə tətbiq edə bilərik, düzdürmü? Bəli, müəllim. Canlı da dərsdə tətbiq edə bilərik, onlayn dərsdə də. Bəli, distant onlayn dərsdə də tətbiq edə bilərik, doğru deyirsiniz. Buzqıran strategiyasını bəs necə tətbiq edək? Necə tətbiq edək? Hansı strategiya ilə? Bax, sizin bir məktəbə inşallah qismət olsun, müəllim qəbul olun. Yəni girdiniz sinifdə, dərs ilinin əvvəlidir. Buzqıran strategiyasından istifadə edirsiniz. Çünki burada şagird və müəllim-şagird münasibətini tənzimləyir. Siz də artıq bunlarla dinlədikcə siz də şagirdlərinizi daha yaxşı tanımış olacaqsınız da. İndi siz bunu necə tətbiq edəsiniz? Neyniyək bu buzqıran olsun? Şagirdlər Nələri deyə bilərik yazın, nələri deyə bilərik danışın, nə haqqda sual verə bilərik? mən BİBÖ kimi də, BİBÖ üsulundan istifadə edərik. Yox, buyurun Zəkiyə müəllimə. Sevdiğin Burada aforizmi biz ilə sevdiğim yazılan bir bölüm. aforizm yazırıq. Mhm. Şagirdlərə tapşırılır ki, hərə bir aforizm desin və yazdıqlarını bir-birlər dinləyirlər və bu zaman həmin bu dinlədikləri aforizm üzərində bir neçə cümlə qururlar. Bundan başqa sənin keçmişin, indikin, gələcəyin haqqında da yenə də bir-iki söz yazırlar. Bəli. Şagirdlər kiçik kağızlarda o haqda yazırlar, təsvir edirlər və 3 söz yazırlar və bir-birləri ilə bölüşürlər. Düzdür. Yəni aforizm yaz, keçmişini, indini, gələcəyini təsvir edən 3 söz yaz. Sənə məxsus olan unikal bir xüsusiyyətini təsvir et. Təsvir eləmək, Məxsus bəli. suallar, tor strategiyasından istifadə oluna bilər. Rəsul müəllim, Bəli. deyirəm ki, Bəli, müəllim. qarşılıqlı hörmətə riayət edirik. Danışmaq istədikdə əlimizi qaldırırıq. Danışanı diqqətlə dinləyir, başlarımızı ona yönəldirik, baxışlarımızı. Bu nədir? Prosedur değil mi? Bu prosedur. Prosedur. Bəli, doğru deyirsiniz. Bəs deyirəm ki, dərsə vaxtında gəlin. Məsuliyyət, gözlənti. Bəli, bu gözləntidir. Bəs deyirəm ki, qaydaların sayı nə qədər olmalıdır? 3-5 arası. Qaydalarda hansı sözlərdən istifadə etməliyik? Mən inkar feillərdən istifadə etməli deyilik də. Negativ sözlərdən istifadə etməliyik. Qayda nədir ümumiyyətlə? Gözlənti nədir? Qayda nədir? Qayda gözləntinin səhv formasıdır, cəzalarla yəni Aha. müəyyənləşdir. Bəli. Daha sonra Rəsul müəllim, deyirəm ki, bu iş formasında
Şagirdlərin bəziləri çox, bəziləri az işləyə bilər. Qruplarla. Bəli, qruplarla iş formasında. Bəs deyirəm, bu iş formasında yalnız fəal şagirdlər iştirak edə bilər. Utancaq passivlər diqqətdən kənarda qala bilər. O da qruplarlandır mənim. Qruplar düzgün qurulmadıqda heç nətər idi? Heç belə bir adı var idi müəllim. Heterogen. Qruplar. Heterogen qruplar yaradılmalıdır. Heterogen olmadıqda eləncə olur. Yəni düz deyirsiniz. Qrup olarkən heterogen, yəni qarışıq qruplardan demişəm istifadə edirik. Homogen qruplardan istifadə etmirik. Burası doğru. Amma ki, bütün siniflə iş formasında, yəni bəzi şagirdlər fəal iştirak edir. Yalnız deməli, bəzən yalnız fəal şagirdlər iştirak edir. Bir də utancaq, passiv şagirdlər diqqətdən kənarda qala bilirlər. Bu bütün siniflə iş formasına aiddir. Qruplarla iş formasına aid deyil. Bəs yaxşı Rəsul müəllim, qruplarla iş formasında səs-küyün olmaması üçün qrupda hamının bərabər şəkildə fəaliyyət göstərməsi üçün nələr etməliyik? Mən dedim də heterogen qruplar yaradılmalıdır. Heterogen qrupu yaratdıq, tamam. Heterogen qrup yaratdıq, başladı, start verdi müzakirəyə. Qrup oldu dəlixana. Müzakirədən kənara çıxdılar. 2 nəfər işləyir. Qalanlar Müəllim işləmir. fasilitator rolunu yerinə yetirməlidir. Müşahidəsi altında əmələ formalaşmalıdır qruplarda. Aha. Həmçinin biz qrup qaydası tərtib edə bilərikmi? Bəli, mənim qrup qaydası. Bəli, biz qrup qaydası tərtib edirik ki, yəni bu qayda pozulmasın, şagirdlərin hamısı eyni dərəcədə fəaliyyət göstərsin. Qrup Həmçinin qaydalarda şagirdlərlə bircə tərtib edirik ki, bu şagirdlərin öz tərtib elədikləri qruplarda qaydaları da pozmurlar axı. Aha. Rəsul müəllim, hansı inteqrasiyadır ki, bu siniflər arası olur? Şagird inteqrasiyası. Bəs hansıdır ki, həyatla əlaqəlidir? Fən üstü. Bəs hansıdır ki, 2 və daha artıq fənn arasındadır? Fənlər arası. Bəs hansıdır ki, məzmun xəttlər arasındadır? Üfüqi inteqrasiya. Bəli, bu da üfüqi inteqrasiyaya aiddir. Oldu Rəsul müəllim. Oldu, yaxşıdır. Sağ olun müəllimə. Siz sağ olun. Şəbnəm müəllim. Yox, siz Bəli, dediniz müəllimə. ki, hə, dinləyəcəyəm. Aytən Bəli, müəllim. müəllimə, bu günlük. Aha, tamam. Bəli, müəllimə. Aytən müəllim, biz gözləntiyə dair hansı nümunələr deyə bilərsiniz? Gözləntiyə dair, yəni müəllim, burada məsuliyyətli olmaqdır, hamıya hörmətlə yanaşmaqdır, təhlükəsizliyə riayət etməkdir. Müəllim, gözləntiyə biz məsləhət deyə bilərikmi? Xeyr. Yəni biz ola hər hansı bir gözləntini qoyan zaman şagirdlərə onu açıq-aydın şəkildə izah etməliyik. Məsləhət xarakteri daşımamalıdır. Bəli, əgər biz bunu aydın şəkildə izah etməsək, uşaq elə biləcək ki, bu məsləhət. Ki, hə, hamıya hörmət edin, məsuliyyətli olun, dərsə vaxtında gəlin, nə bilim, sinifə girərkən bütün materialların yerində olmasına əmin olun. Yəni biz bunu açmasaq şagirdə ki, nə demək istəyirik? Şagird elə biləcək ki, biz məsləhət veririk. Müəllim, bəs prosedur nədir? Prosedur da hər hansı bir müəllim işi görən zaman ardıcıllıqdır da. Yəni bizim bu gündəlik həyatımızda da olan bir şeydir. Yəni hər prosedurdakı sinifdə, yəni biz prosedur qoyuruq ki, yəni müəllim sinifdə olmayanda, iş vərəqləri paylananda, summativ zamanı köçürmə hallar olanda, hər hansı təbii bir hadisə baş verəndə, evə gedən zaman, sinifə daxil olanda, dərsə keçəndə, belə. Bəli, bu prosedurlar var. Bəs müəllim, deyirəm ki, qələmi yerə qoyurlar, müəllimə baxırlar, sakitcə müəllimi dinləyirlər. Bu hansı prosedurdur? O da müəllim diqqətli dinləməyə aid idi. Yəni şagirdlərin diqqətini müəllimə yönəltmək üçün olan bir prosedurdur. Prosedur həmişə effektiv olur. Elə bir dəfə tətbiq elədik, davamlı şəkildə gedir. Xeyr. Yəni onu məşq elətdirməliyik də, möhkəmləndirməliyik. Bəli, möhkəmləndirməliyik, məşq elətdirməliyik ki, bu həyata keçsin. Mən deyirəm ki, bu sinif daxili konfliktlərin həll yollarından biri də ortaq dəyərlərin olmasıdır. Fərdlər üçün ortaq dəyərlər hansılardır? Yəni fərd deyəndə müəllim tək şagirdə aid olan olur da. Şagirdin özünə uyğun olan. Yəni şagird sinifdəki hər hansı bir şagirdə
nəsə edəndə üzləşdiyi bir nəticə ola bilər. Hı hı. Yəni kimə necə davranırsa, o da onun davranışına görə onunla davranacaq. Belə bir şey ola bilər. Hı hı. Onun yəni hissləridir, sözlərinə görə. Hı hı. Yəni cavabdehlik daşıyır da öz sözlərinə, öz hərəkətlərinə görə. Bəli, cavabdehlik fərdin özü üçün, hərəkətinə görə, sözünə görə, yəni məsuliyyət bunun özündədir. Özündədir. Şagird sinifdəki digər şagirdlərə də etdikləri ilə üzləşmək, bunun təbii ki, həyat təcrübəsini formalaşdıracaq. Yəni bu Bəli. şagirdin özü üçün, öz fərdi Özünün. üçün, bəli, olur. Sinif iclaslarının əsas prinsipi hansıdır? Qarşılıqlı hörmət idi, fəal dinləmədir, dürüstlükdür, mehribanlıqdır. Bəli, dürüstlük, mehribanlıq, bunlar deməli sinif iclaslarının əsas prinsiplərinə aiddir. Müəllimə, deyirəm ki, ümumi təhsilin idarə olunması hansı prinsiplər əsasında həyata keçirilir? Nədir mən başa düşmədim müəllimə. Ümumi təhsilin Dedin. idarə olunması hansı prinsiplər əsasında həyata keçirilir? Hə, məsuliyyətin bölüşdürülməsi, Hı hı. inkişafın monitorinqi, hesabatlıq. Bəli, hesabatlıq prinsipləri əsasında həyata keçirilir. Deyirəm ki, dərs deyən zaman görürəm ki, uşaqlar yorulublar və mən uşaqlara deyirəm ki, sizi həyatda nə xoşbəxtlidir sualını verirəm. Və şagirdlər də bir-bir cavab verirlər. Biri deyir pulum çox olanda, biri deyir sağlam olsam, biri deyir 5 alanda. Bir nəfər də qalib deyir ki, anam xoşbəxt olanda mən də xoşbəxt oluram. Və bu cür cavab verən şagird kurikulumun hansı deməli prinsipinə əməl edib və yaxud pedaqoji tələb kimi? Pedaqoji tələb. Hı -hı. Şəxsiyyət yönümlü olar müəllimə? Əlbəttə ki, şəxsiyyət yönümlü olacaq. Şəxsiyyət yönümlü. Çünki bu şəxsiyyət yönümlü dedik ki, mənəviyyatla əlaqəlidir. Yəni hər savad olan, hər pulu olan şəxsiyyət olmur. Şagirdin Bəli. gərək idraki, ünsiyyət, psixomotor bacarıqlarının hamısını inkişaf edəcəkdir. Fəaliyyətləri. Bəli. Bəli. Ona görə də yəni bu şagirdin bu cür cavab verməsi deməli onun mənəviyyatının zənginliyindən irəli gəlir və burada bu şəxsiyyətin artıq bünövrəsi qoyulub. Ona görə bu olur şəxsiyyət yönümlülük. Müəllim, alt standart nədir? Alt standart şagirdin bilik bacarıq səviyyəsinə qoyulan dövlət tələbidir. Bəli, şagirdin bilik bacarıq səviyyəsinə hansı qiymətləndirmənin aparılması zamanı istifadə olunur? Summativ. Biz alt standartın özünü təlim nəticəsi kimi götürə bilərik. Bəli. Bəli, götürə bilərik. Bu da doğru fikirdir. Deyirəm ki, təhsil prosesinin təşkili və idarə olunmasında fəal iştirak etmək, öz fikir və mülahisələrini sərbəst ifadə etmək. İştirak etmək bu şagirdin hüququdur. Bəli, bu şagirdin hüququdur, doğru deyirsiniz. Oldu, Aytən müəllim. Yaxşısınız. Zəkiyə müəllimə, dinləyicisiz yoxsa elə bil yazmışdınız? Biraz nasıldan? Aha, Allah Amma şəfəsi. dinləmişəm amma sizi, yəni elə dərin oxumamışam, dinləmişəm. İndi qulaq asıram, çox şey öyrəndim qulaq asası. Aha, qalırsınız dinləyici kimi yoxsa sual verim? Nə bilim, necə məsləhətdir? Gəlin bir iki sual verim, olmasa da özümüz cavablandıracağıq da. Burada nə var ki, Bəli. onsuz da öyrənmək üçün buradayıq hər birimiz. Müəllim, dedik ki, biz gözləntini nə üçün qoyuruq? Gözləntini nə üçün qoyuruq? Müəllim şagirdə onun davranışı və fəaliyyətinin necə olması barədə ötürdüyü bir mesajdır. Aha, Yəni burada hamıya hörmətlə yanaşma, məsuliyyətli olma, təhlükəsizliyə riayət etmə, gözlənti budur. Yəni hamıya hörmətlə yanaşma dedikdə, məsələn, sinifdə bir iş gedir, deyirik sakit işləyin, başqalarına mane olmayın, sonra başqalarının danışanda diqqətlə dinləyin. Bunlar nəzakətli sözlərdən istifadə edin. Bunlar hamıya hörmətlə yanaşmadır. Sonra məsuliyyətli olmadır. Yəni dərsə gecikməyin, vaxtında gəlin. Sinifə girərkən bütün materialların yerində olmasına əməl edin. Bunlar məsuliyyətli olma. Bir də təhlükəsizliyə riayət etmək sinifdə və dəhlizdə yeriyərkən hərəkətlərinizə fikir verin, əl-ayaq hərəkətlərinə nəzarət edin, qaçmayın.
Yəni mən bunu öz sinifimdə də tətbiq eləmişəm illərdir. Yəni bəzi qaydalarımız var, gözlənti yox, qaydalarımız var ki, artıq 4 ildir, 5 ildir. Mən oldum, olmadım, sinif dərsi daxil olan kimi artıq telefonlar yığılır. Artıq 10-cu siniflər bir qayda olaraq qızlar koridora çıxmır. Yəni yazı basmışam ki, qızlar bufetə getmir, koridora çıxmırlar. Onlar üçün oğlanlar nə istəyir alır, gətirir. Sinifimizin özünə görə qaydası var və bu da məktəbdə adla belə qiymətləndirilən bir sinifdən biridir də. Yəni indiki uşaqları bilirsiniz də. Yəni mən orada oldum, olmadım, mən soruşuram. Deyirlər ki, eyni qaydada telefonlar yığılıb, çölə çıxmırlar. Bu bizim, yəni özümün tətbiq elədiyim bir qaydadır sinifdə. Tamam. Bu da öz müsbət nəticəsini göstərir. Bəli. Ümumiyyətlə müəllim, telefonları almaq, yəni çox gözəl bir təbliğatdır, çox xoşdur. Amma ki, siz bu qaydalar içərisində bərabər imkanları pozursunuz, özü də kobud şəkildə. Niyə Nə barədə? bərabər imkanları pozursunuz? Çünki siz deyirsiniz ki, qızlar tənəffüsdə çölə çıxmasın, qızlar bufetə getməsin və siz artıq burada bərabərliyi pozursunuz. Yəni oğlanlar Onlar razılaşırlar da, o məktəbin daxilində olan bəzi proseslər ki olur, onlar istəmirlər ki, heç o proseslərdə o qızların adı çəkilsin də. Çox şeylər olur. Balaca koridorda, balaca bufet. Zəkiyyə müəllimə, indi deyirəm ki, bu hansı iş formasıdır ki, bu iş formasında şagirdlərin bir-birinə mənfi münasibəti olarsa, bu iş forması uğursuz alınır. Sonra şagirdlərin rəy vermə bacarığı yüksək olmadığı halda bu iş forması uğursuz olunur. Rəy vermə. Aha. Həmçinin bir-birinə mənfi münasibəti olması da. Bəli, Təmin müəllim, cütlərlə. Cütlərlə iş formasıdır ki, çünki Zəkiyyə müəllimə, burada 2 şagird bir yerdə öyrənir. Yəni bunları indi təsəvvür edin ki, 2 şagird bir yerdə bir-birindən küsülüdür. Yəni ona görə bu münasibət zəif, münasibət yaxşı olmadıqda bu uğursuz alınır və yaxud bir-birlərinə rəy verməlidirlər, uşaqların rəy vermə qabiliyyəti yoxdursa, o zaman bu iş forması uğursuz alınır. Müəllim, hansı təhsil formasıdır ki, sonda dövlət sənədi verilir? O tam orta təhsildir də. Yox, təhsil forması. Formaldır. Bəli. Formal təhsil formasıdır. Müəllim, deyirəm ki, müəllim cəmiyyət və dövlətin maraqları naminə öz peşə fəaliyyətini keyfiyyətlə və səmərəli yerinə yetirməyə borcludur. Onun Hansı etik davranış vəzifəsidir. Yox, Vəzifəsidir. etik davranış qaydalarına əməl etməlidir. Yox, müəllim, bir dəqiqə dinləyin məni. Deyirəm ki, müəllim cəmiyyət və dövlətin maraqları naminə öz peşə fəaliyyətini keyfiyyətlə və səmərəli yerinə yetirməyə borcludur. Bu hansı etik davranış qaydasına aiddir? Cəmiyyət və dövlətin marağı naminə. Öz marağı yox. Buyurun Rəsul müəllim. Vicdanlılıq müəllim. Bəli, vicdanlı davranış. Yeni kitaba əsasən bu vicdanlı davranışa aiddir Zəkiyyə müəllimə. Zəkiyyə müəllim, biraz da diqqətli olaq. Müəllimə, olar mən çıxım? Olar. Dərsiniz varsa, bəli, buyurun. Qayd edirəm, göndərəcəm, baxarsınız. Oldu, çox sağ olun. Gecəniz xeyrə, sağ olun. Sağ olun, xeyrə qarşı. Mərcan müəllimə. Bəli, axşamınız xeyir olsun. Bəli, eşidirəm. Axşamınız xeyir olsun. Mərcan müəllimə, deyirəm ki, partam səlqəli və təmizdir. Kitablarımı və mənə məxsus əşyaları götürmüşəm. Partamın ətrafı təmiz və səlqəlidir. Bəli. Bu sinifin evə buraxılma prosedurudur. Aha, bəli. Sinifin evə. Bəs müəllim buna əmin olmaq üçün nə etməlidir? Müəllim buna əmin olmaq üçün birinci növbədə, yəni dərsin sonunda, məsələn biz şəxsən elə edirik, dərsin sonunda, dərsin qurtarmasına bir 2 dəqiqə, 3 dəqiqə qalmış, məsələn deyirik ki,
Uşaqlar, baxın, partalarınızın altına baxın, kimin qələmi, dəftəri, gündəliyi qalıbsa, yığışdırın, partalarınızın səliqəyə salın. Yəni ki, yerdə, məsələn, artıq kağız zad nə varsa, yəni zibil qabına qoyun, sinif təmiz olsun, səliqəli olsun. Şəxsən, məsələn, sinifdə elədir, yazı lövhəsi yazılıbsa, silin, təmizləyin, səhərə yəni hazır olsun sinif. Deməli, Bu həmçinin də vəziyyət. müəllim partaların Bəli. arası ilə gəzir və müşahidə edir. Bəli, Misal bəli, üçün, bu hə. stol təmizdir, kimin jaketi burada qalıb, bu sıra təmizdir, Hı. ev tapşırığını götürdüyünüz üçün sağ olun və sair kimi, yəni sözlərdən istifadə edir. Və bu da prosedurun məşq et etabına aiddir. Bəli, məşq. Bəs möhkəmləndirərkən proseduru nə etməlidir? Nəyin deyirsiniz, müəllim? Proseduru möhkəmləndirərkən müəllim hansı fəaliyyət icra etməlidir? Möhkəmləndirmək üçün deməli hər gün deməli bu müəllimin proseduru, yəni hər gün yerinə yetirilməlidir və uşaqlara da bu proseduru yəni başa salır və onlara da buna əməl etməyi tələb eləyir. Bu yəni neçə gün deyirsiniz müəllim? Hə, yaxşı, neçə günə vərdiş halına keçir? 21 günə. Yəni proseduru möhkəmləndirərkən müəllim əsasən israrlı olmalıdır. Çünki müşahidələrdən də müəyyən olunub ki, proseduru tərtib edərkən əvvəl elə müəllim üçün də maraqlı olur, şagird üçün də maraqlı olur. Şagirdlərə maraqlı gəlir, bəli. Bəli, amma bir müddət sonra bunu eləmək istəmirlər. Amma müəllim israrlı olmalıdır. Yorulurlar elə bir, yadlarından çıxır. Bu vəziyyətdə ola bilər. Aha, yəni müəllim israrlı olmalıdır ki, bunu vərdiş halına gətirsin. Müəllim, sinif iclasları keçirmək nə dərəcədə effektivdir? Sinif iclasları keçirərkən biz nəyi həll etmiş oluruq? Mərzən müəllimə, buradasınız? Sən onun səsini biz eşitmirik. Aha, Qrupa yazıb. Bəli, biz Soruşur ki, səsin gəlirmi? Aha, onda siz yazın ki, müəllim səsiniz gəlmir. Xatirə müəllimə. Xatirə müəllim. Eşidirsiniz Xatirə müəllimə? Xatirə müəllimə, Elsəvər müəllimə eşidirsiniz? Səsim gəlir, laf yaxşı. Sizi sual cavab etmədim də mən. Etmişim, mən birinci mən eləmişdim. Etmişik. Başarıq. Qrup. Nigar müəllim. Ümumiyyətlə, buzqıran strategiyasını biz niyə tətbiq edirik? Necə tətbiq edirik? Niyə tətbiq edirik? Ona görə ki, uşaqlar bir-birlərinə, belə deyək də, qaynayıb qarışsın deyə, bir-birlərinə tanış olsunlar, bir-birlərini yaxşı tanısınlar. İnam yaransın, utancaqlıq arada qalsın, gərginlik yaradan qalsın. Mülayimləşsin, belə deyək. Bəli, yəni şagirdlər aktiv iştirak etsin. Bəs bunu biz ancaq canlı dərsdə tətbiq edə bilərik? Yox, məncə. Yox, distant dərsdə də olur. Misal üçün, distant dərsin hansı distant dərsdə? Asinxronda, sinxronda? Deməli, deyəcəm müəllimə, birincidə sinxron. Bəli, daha çox sinxronda tətbiq edə bilərik. Deyirəm ki, müəllimin bu yanaşmasında hər hansı bir qayda pozuntusu olarsa, müəllim bunu nizam, intizamla həyata keçirə bilir. Bir yanaşması olur, problem həll etməsi olur. Proaktiv müəllimdir müəllimə. O həmişə B planı olan müəllim, həmişə hazırlıqlı olan bir müəllimdir o. Müəllim, qayda ilə gözləntin fərqi nədir? Qayda odur ki, yəni qayda daha sərt bir formadadır. Daha sərt bir formada olur qaydalar. Sayı onun 3-5 olur. Kim tərəfindən daha çox tətbiq olunur? Daha öndədir. Necə? Kim tərəfindən daha çox tətbiq olunur? Qaydalar əsasən elə müəllim tərəfindən, amma uşaqlarla bir yerdə müzakirə olunaraq tərtib olunan bir şeydir. Bəli, yəni şagirdlərin özü tərtib eləsələr daha məqsədə uyğun olar, çünki özləri qoyduğu qaydalara əməl edərlər. Qaydanı tətbiq edərkən.
Nigar müəllimə, zehni inkişaf nəzəriyyəsinin müəllifi kimdir? Zehni Piaget'dir o. Bəli, Piagetdir. Piaget'in hansı mərhələsidir ki, bu 7-11 yaş aralığında olur? 7-11 deməli 3-cüyə aiddir o. O dərslərdə iştirak eləməmişəm müəllimə, zəifəm deyəcəm amma deməli birinci hisslərlə bağlı olan idi. İkinci konkret əməldir müəllimə. Bəli, bəli, doğru deyirsiniz. Bu konkret əməlli mərhələdir ki, bu mərhələ 7-11 yaş aralığını əhatə edir və bu mərhələdə şagirdlər məntiqi düşünməyi bacarırlar. Yüksək səviyyədə yox, amma ki, Bəli. bacarırlar. Əşyaların növləri arasında fərqləri görürlər. Hesablama zamanı barmaqdan istifadə etmirlər. Artıq beyinlərində istifadə edirlər. Bəli, bu Piaget'ə aiddir, doğru deyirsiniz. Müəllim, bəs differensial təlim nədir? Differensial təlim bu çətin bir şeyin öyrənilməsi belə bir şeydir. Yox, çətin bir şey yox. Müxtəlif şagirdləri eyni təlim mühitində öyrətməkdir. Şagirdlərin müxtəlifliyinin nəzərə alınmasıdır differensial təlim. Müxtəliflik, bəli, müəllim, müxtəlifliyinin nəzərə alınması, bəli. Aha, bəs formativ qiymətləndirmə nədir? Nə vaxt aparılır? Nədir? Formativ deməli formativ qiymətləndirmə gündəlik nəzərdə tutulmuş bir qiymətləndirmədir. Təlim nəticəsinə çatmaq üçün olan bir qiymətləndirmədir. Yəni dərs boyu aparılır. Dərs boyu aparılır, bəli. Hədəfi nədir? Nəyi öyrənəcəklər? Şagirdlərin mövcud vəziyyətini hardan hara getməli olduğu yoldur. Aha, bəli. Yəni şagirdin hədəfə aparan bir qiymətləndirmədir. Yəni summativdən, diaqnostikdən summativə gedən yoldur. Deyə bilərəkmi? Bəli. Bəli, bu formativ qiymətləndirmə. Diaqnostik qiymətləndirmə nə vaxt aparılır? Diaqnostik qiymətləndirmə o dərs ilinin əvvəlində aparılır və yaxud da yeni bir şagird məktəbə gələndə, sinifə gələndə aparılır, yarım ilin əvvəlində aparılır. Aha, bəli. Məktəbdən məktəbə və yaxud sinifdən sinifə bir uşaq gələrsə, biz diaqnostik qiymətləndirmə aparırıq. Bu doğrudur. Bütün siniflərə aparırıq? Bəli. Yox, həmin sinifi, həmin uşağı tək eləyirlər. Bəli, həmin uşaqla aparırıq biz diaqnostik qiymətləndirməmizi. Oldu Nigar müəllimə, oldu. Biraz da diqqətli olaq. Bugünkü dərsimiz bu qədər. Növbəti dərsdə isə